Mənim canlarımın hər vaxtı xeyir olsun. Neçə gündə hamı deyir ki, arbutinin şəklini göstərir. Arbutin ilk öncə deyim təbii məhsuldur. Təbii bitkidən hazırlanmış məhsuldur və arbutin həm serum şəklində var, həm də krem şəklində var. Serum şəklində istifadə edirəm ona görə ki, serumlar kremlərə nisbətən daha tez təsir göstərir. O baxımdan serumları məsləhət görürəm. Və diqqət yetirməli olduğumuz bir şey, arbutin şüşəsi belə mat olmalıdır. Əsl arbutin şüşəsi belə mat şüşə olmalıdır. Vitamin C-nin şüşəsi isə qablaşdırması belə tünd rəngdə olmalıdır. Plastiklərdən uzaq olursunuz, sadəcə olaraq şüşə qablaşdırmada olan məhsulları əldə etməyə çalışın. Bu firma, nə üçün bu firmanı göstərirəm? Bu firma Türkiyənin öz məhsuludur. İstehsalçı ölkə Türkiyə özüdür. Ona görə də, yəni, həm qiymətli də münasibdir. Yazan çox olur ki, üzümdə günəş ləkəsi olan yazan var, hamilədə qalan ləkə deyən var, lazer həmçinin, yəni çillərin olduğunu deyənlər var. Elə olduğu halda vitamin C ilə arbutini paralel istifadə edin. Səhər tezdən, saat 7 üçün də, yəni ən gec 7 üçün, 8-in yarısı üçün vitamin C-ni çəkin. Üstündən 15-20 dəqiqə keçsin, dəriyə hopsun, üstündən nəmləndirici çəkin. Nəmləndirici çəkdikdən sonra, yenə həmin qayda ilə bir 15-20 dəqiqə keçəndən sonra SPF-i çəkin. SPF çəkməmiş, qəti şəkildə çölə çıxmırsınız. Bunu çəkib çölə çıxsaz, üzvüzdə ləkə bir balacaydısa, nə boyda ləkə olacaq və ləkə də çox olacaq. Yəni, vitamin C ilə bir şeydir ki, istər arbutin olsun, istər vitamin C, yəni bunlar günəşlə təmasda olmamalıdır. Buna diqqət yetirməlisiniz. Dediyim kimi, səhər tezdən çəkin. Vitamin C-ni axşam saatlarında çəkməkdə olur. Sadəcə olaraq, əgər müalicə periyodundasınızsa, arbutini çəkirsinizsə, bunları bir-birinə qatmaq olmaz. Ona görə ən yaxşısı, səhər tezdən vitamin C-ni çəkirsiniz, axşam arbutini çəkirsiniz. Vəssalam, bu qədər. Daha sonra SPF çəkib həmən günə çıxmaq olmaz. Bunu yadınızdan çıxartmayın. Yəni, SPF-i üzə çəkəndən sonra ən az 20 dəqiqə vaxt keçməlidir. O SPF dəri tərəfindən sovrulmalıdır yaxşı. Ondan sonra siz günə çıxa bilərsiniz.